Qohumunu bıçaqlayan şəxsin qolu qandarlanıb. Qanlı hadisə Abşeron rayonu ərazisində baş verib. 21 yaşlı qəsəbə sakini oğlan anasının haqqında xoşagəlməz söz deyən qohumunu bıçaqlayıb. Təfərrüatları Ruslan Eldaroğlu çatdıracaq. Qobu qəsəbəsi sakini olan 21 yaşlı Elnur Şıxməmmədov Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən qohumunu bıçaqladığına görə saxlanılıb. Elnurla söhbət zamanı müəyyən edilib ki, onun cinayət törətməsinə səbəb atasının xalası oğlu olan Meydan adlı şəxsin anası haqqında dediyi xoşagəlmə şayələr olub. Neft daşlarında işləyən Elnur şayələr haqqında isə səhər saatlarında işdən evə gələrkən anasından öyrənib. Daha sonra o qohumu Meydana zəng edərək onu Qobu qəsəbəsində yerləşən Kərpiç Zavod adlanan əraziyə çağırıb. Dəqiqinə getmişəm mən, bunu sən demisən də. Başladı söyüşlə misallar çəkməyə. Misal çəkəndə mən bunu vurdım. Oturdum, maşınıma sürdüm, çıxdım, getdim. Ailəsini öz gücünə dolandıran Elnur aprel ayında ailə həyatı da qurub. Törətdiyi cinayətə görə peşmansınızmı sualına isə Elnur özünə məxsus şəkildə cavab verdi. Dolanmasına mən biləm ki, dolanacaqlar, heç bir peşmansılığım da yoxdur. Elnurun bu əməli qəsdən sağlamlığa zərər vurma kimi qiymətləndirildiyindən onu 3 ildən 8 ilə kimi həbs cəzası gözləyir.